Salam əziz dostlar, hamınızı çox xoş gördük. Tapınıza sunulmuş bu şeir bir ağıt ya bir mərsiyə deyil, yaşam fəlsəfəsidir. 1365-ci ilin bayram ayının 7-sində ya 1986-cı ilin fevral ayının 26-sında dünyasını dəyişmiş atama yazmışam. 38-ci il dönümündə oğlundan bir hədiyyə olaraq Türkiyədə 40 sədər ədəbiyyat dərgisinə göndərildi. Dostları sağ olsunlar, təşəkkür edirəm və onlar da bu şeirin çap zəhmətini qəbul elədilər, lütf etdilər. Bu şeirdə oğul gördüyü bütün gözəlliklərdə atasını görə bilir. Ona görə heç ayrılığın da anlamı qalmır. Fəlsəfəsi də əslində Qur'an-ı Kərimdə Ər-Rəhman surəsinin 26-cı, 27-ci ayələrindən gəlir. Kullu mən əleyhə fan və yəbqa vəchü rabbikə zülcəlali vəl ikram. Gəlirəm ata, qulağını daya torpağımıza, qulaq as gör nə hövləsək gəlirəm. Qulağını daya torpağımıza, qulaq as gör nə hövləsək gəlirəm. Gözlərimi dikməsən ulduzlara, torpaqdanam, torpağıva gəlirəm. Bastı səni torpaq bağrına bir gün, basaydı məni də bağrına bir gün. Sıxdı mı səni ilk axşam qoynunda, sıxarsa məni qoynuna gəlirəm. Əridin, çürüdün, torpağa döndün, torpaqla qarışıb bir dağa döndün. Dağ ətəyində sərilən çiçəklər, ya sərt sıldırım qayava gəlirəm. Bəlkə şimşək olub göylərdə şaxdın, bəlkə bulud olub dağlara baxdın. Dağlarda qarışıb sellərlə axdın, dərələrdəki selivə gəlirəm. Düzlərdə bəslədin bitkilər, bağlar, bağlardakı hasıl səndən mi çağlar? Şimşəkmisən bulud, torpaq, dağ ya bağ, yasaq meyvəli bağıva gəlirəm. Bu şeirin çapı və yayımı üçün saygıdeğer dostum Alaaddin İkican cənabları Kırklar Eli Kültür, Sanat və Ədəbiyyatçılar Dərnəyinin başkanı İlesam, Kırklar Eli İlesam başkanı və sevimli şairimiz, çox sevdiyim şairimiz Alaaddin İkican Əfəndiyə bir daha dərin təşəkkürlərimi bildirirəm. Var olsunlar, çox sağ olsunlar. Kırklar elinə bizdən, Xoydan dərin salamlar, saygılar.